Salam, sabahınız xeyir olsun dəyərli dostlar. Xoş gördük sizləri. Bugün yenə də Xəzər rayonu Binəsafuz qəsəbəsindəyik dəyərli dostlar. Belə bir gözəl, geniş, şəxsi özünə tikilmiş bir evin çəkilişindəyik dəyərli dostlar. Gördüyünüz kimi həyətdə 2-3 maşın rahatçılıqla daxil ola bilər. Bir sotdan çox belə bir həyəti var. Qəşəng güllü çiçəkli evdir, həyəti var dəyərli dostlar. Evimiz tam yaşayışlıdır. Bütün kommunalları qaydasındadır. Qazı, suyu, işığı, dövlət suyuna kimi belə var dəyərli dostlar. Evimizin arxa hissəsi bax bu cürlandır. Evimiz çox genişdir dəyərli dostlar. Çox genişdir. Keçə evin içərisindən də tanış olaq. Baxın, bitmə yontkası, kombisi dəyərli dostlar. Navisin altında kondisioneri, hər bir şey qaydasındadır. Evin içərisindən də tanış olaq dəyərli dostlar. Girən kimi belə bir koridor bizi qarşılayır dəyərli dostlar. Burada belə bir gözəl mətbəximiz var. Mətbəx meblinə kimi qoyulub dəyərli dostlar. Evimiz tam yaşayışlıdır. Gördüyünüz kimi. Keçək. Sağ tərəfdə belə bir gözəl qonaq otağı var dəyərli dostlar. Belə bir gözəl qonaq otağı var. Evimiz 3 otaqlıdır dəyərli dostlar. Burada belə bir yataq otağı var dəyərli dostlar. Baxın, gördüyünüz kimi tam hazır. Gir yaşa evdir. Bütün kommunallar qaydasındadır dəyərli dostlar. Burası da ikinci bir yataq otağıdır dəyərli dostlar. Burası da ikinci bir yataq otağıdır. Sanitar basansör qovşağı da baxın burada yerləşir. Bütün aksesuarlar da yerindədir dəyərli dostlar. Bu da çöl hissəsidir. Yenidən çəkib sizə göstərirəm dəyərli dostlar. Evimizin qiyməti 65 minə deyilir. İnşallah reallıq olsa endirimdə olunacaq. Evimizin yerləşmə yeri Xəzər rayonu Binəsafuz qəsəbəsi 218 nömrəli məktəbin arxa hissəsi dəyərli dostlar. Dövlətin şirin suyuna kimi var dəyərli dostlar. Kommunallarda hamısı qaydasındadır. Qazı, suyu, işığı hamısı qaydasındadır. Evimiz də çox geniş evdir. 110 kvadratda dəyərli dostlar. Şəxsi özünə tikilmiş bir evdir. Təşəkkür edirəm dəyərli dostlar.